Şimdi bakın, yəqin ki bu Hay xanımdır. Hay xanım demək olar buna bilmirəm. Hay burjasını, yəni Noyan tapan verilişi aparır. Bunu gördünüz yaxşı. Yaxşı yadınızda saxlayın. Bax budur. Həmin bu, həmin Noyan tapan verilişi aparandır. Bu yetimçə də bu alçaq, o bizdə Əkrəm Əlisli idi, nə idi, var idi. Ermənilərdən nəsə yazmışdı. İstədi o da bir Türklər kimi bir Nobel mükafatı alsın. Ha, bir şey alınmadı. İndi bu yazıb, nə yazıb? Deməli, Armiyanski Baku. Kitab yazıb, Armiyanski Baku. Ay kakot kaklen. Yerevan çez dersi, ha? Ay Bangladeşi himar. Hayrenin českanım xosasara. Jest çişteyi hayrenim orratılım. Ay aklor. Петрове Аклор. Вот петушок. Армия. Не просто его назвал Петр Первый. Petrov xoruz. Bunlara xoruz elə belə deməyib. Yəni bu yetimçələr tualetdə girib öz çirkləri ilə, əli ilə, barmağı ilə yazır, qoyur, gəlib bugün deməli Erməni Bakısı kitab yazıb. Армянский Баку. Что этот дегенерат говорит, значит, вот этот. Bax bu alçaq gör nə danışır. Bax bu. Deyir, gözəl kitab yazmışsınız. Kitabınızda yazılıb deməli. Deməli bu boşa anası o deyir Marksın qucağında yatan boşa anaları. Bizə nələr deyir? Deməli, Azərbaycanlar, mən ki danışıram, o ki, mən deyirəm ki, ermənilər uşaqları yandırır, uşaqları oda atırlar, kabab edirlər, uşaqlarımızın dərisini soyurlar, uşaqları, qocaları zorlamaq, yəni ətini yemək, ölünün ətini yemək. Bugün bu xanım bizə deyir onu. Özü də mən deyirəm ki, bunu General Rochlin deyir. Görün. Ay xanım, ay yetimçə xanım, ay xoruz. Bax, bu General Rochlin mən demişəm də ki, deyib ki, soyqırımı biz törətmişik Azərbaycanlara qarşı. Ermənilər arxamızca gəlib, ermənilər Rusun arxasıca deyil, bizim arxamızca gəlib, uşaqları zorlayıb öldürülmüşlər. Uşaqları atılmışlar, oda yandırılmışlar. Ölülərinə işgəncə verilmişlər. Rochlin deyir. Bunu Rochlin deyir, ermənilər Türk ölülərinə, meyitlərinə işgəncə verilmiş. İndi nə deyir bu xanım? Bax bu yetimçə. Bu deyir ki, General Lebes deyir ki, mən, yəni bu Rochlini, General Rochlini, açıb deyəndə 98-də dedi ki, biz Azərbaycanları öldürürdük, vururduq, ermənilər arxamızca uşaqları zorlayırmışlar, Türk uşaqları. Bu sözə görə bunu öldürdülər. 98-də bunu öldürdülər, yəni bilməm, siz fikir vermişsiniz, verməyibsiniz. General Rochlin etirafına görə ki, biz vuruşmuşuq, biz döyüşmüşük, Rus ordusu Qarabağda, Xankəndidə döyüşürmüş, Azərbaycanı, Qarabağı biz aldıq, Erməniyə verdik və eyni zaman ermənilər arxadan uşaqları zorlayıb öldürmüşlər. Bunu General Rochlin etiraf edir və onu öldürürlər 98-də. Bu yetimçə, bunlar əslində o fahişə sözü elə belə deyil. Fahişənin təməlini qoyanlar bunlar olub dünyada və bunlar fəxr edirlər.
Və kişilərə deyir ki, bizim analarımız Marksın qucağında yatıb. Onunla fəxr edirlər də, bunlar bilirsiniz. Bu deyir ki, mənim sözlərimi deyir də, General Roflin mən demişəm. İndi bu da götürüb General Lebez deyir. Amma bilmir ki, General Lebez deyib ki, ermənilər satqın millətlər ki, biz də onları müdafiə eləmişik. Çox satqın, xain millətdilər. Lebez deyib. Amma Lebezin sözlərini götürüb nə deyir yaxşı? Lebez güya görüb ki, Azərbaycanlı əskəri götürüb erməninin ölüsünü doğrayır, yeyir. Kannibalizm deyir. Я увидел у азербайджанца каннибализм. Görürsünüz? Bak bunu necə? Как может человек врать, когда Лебедь, мразь вонючая, панельная дрянь, ай Боша бангладешская, ай панельная, у Маркса пальцы, большой палец. Вы, армяне, кстати, женщина любит большой палец. Вот ниже в ноге, да, onu o barmağı bir olar deyə bilmirəm. Görmüşəm, ona görə onlar adamı dəli eləyirlər. Yəni bunlar elədilər, vəhşidirlər. Barmaq sorandılar. Daha bilmirəm nələr eləyirlər. Bax bu adam, bu insan Marksın barmağını, əgər barmağını soran, gəlib durub deyir ki, Azərbaycanlılar deyir, öllət yeyir. Генерал Лебедь признался, что тоже армяне это самый предательский народ, который за спиной все творил против даже мертвецов. Pıtki совершали pıtki. Вот Lebedь говорит. Ona göre Lebed'in sözünü bu götürür, bize yozur. Hansı ki Roflin'i deyə bilməyib Lebed'i. Bilməyib ki, Lebed də ermənlərə qarşı çıxıb, General Lebed. Ay дура, а ты хочешь, чтобы bu yetimçə Bakinsi nə yazıb? Армянский Баку. А с каких пор, ай дряни, вы считаете Баку армянским, а? Ваши предки пришли, умоляли в Азербайджане, работу искали, извозчиком, в конюшне работали. Потом взяли вам эти Каспаровы, Романа Цыпина, hamısının ata babaları gəliblər, tollada işləyirmişlər, ata baxırmışlar. Sonra bizim Azərbaycanlılar götürüb erməni də özünü ağıllı göstərib, iş kimi. Bilirsiniz, bunlarda var da, özünü yaxşı götürüblər, qoyublar bina tikir, növətdə, yazda, pozda növət çıxardıb, qoyub ki, pul qazanıb, sonra da gəlib Azərbaycan deyir, siz kimsiniz? Növəti Ruslar çıxardıb, siz yox, ermənilərlə bir yerdə. Bunu, вы русские, вы что, нефть добывали у нас, а? Нефть, как наши добывали, не вы. А вы вот, вы в то время, bunlar deyir növət çıxarmış. Bunlar görün nə məşğul. Nikolay bunları heyvan deyilmiş və Çingizxanın töküntüləri deyilmiş. Nikolay Aleksandr sevmirdi bu milləti. Bunlar Rus sözü, Rus lingindən götürüblər, Vatikanın yaratdığıdırlar da, neçə dəfə deyim. Yəni bu Rusu gətirib süpürgəni vermişdi, Bakıda deyilmiş ki, öyrən təmizliyə. Nikolay 1900-cü illərdə, 1890-cı illərdə bu Rusları oradan qondarma Rusu heyvanları gətirmiş, elə belə heyvan demişdi. Bunlar analarını, qızlarını zorluyurlar, bacılarını, ona görə heyvan deyirlər. Mənə danışıb, Rus deyir ki, içdik dostlarımla Rusiyada danışır. Orada olanda, yaşayanda. Pribaltikada da o hadisələrlə çox eşitmişəm. Yəni deyir, dostlarla yeyib içirik, qızı gəlir, girir içəri, qızını tutub, mənim də bağışla, 5 nəfərlə.
Sonra durub səhər atası qızına deyir ki, bağışla da qızım, bilmədik. Bax, bunlara ona görə heyvan deyiblər. Bu heyvan bugün deyir ki, Azərbaycanı məhv eləmək istəyirəm. Və bu heyvanlara Nikolay süpürgədən başqa heç nə etibar eləmirdi. Yəni təmizliyə öyrən. İndi bugün bunlar durub deyir ki, biz Bakıda ruslarla nə bilim belə olmuşuq, elə olmuşuq. Aristokratıq. Ay kişi, görün yetimçə zatı olmayan tualetə girir, arxasını yumur, arxasını barmağı ilə arkada yaxır divarlara yazır adını, familiyasını. Sonra deyir ki, biz millətik. Bax, bu yetimçələr bizi aşağılayırlar, əl çəkmirlər, amma xeyri yoxdur. Hələlik burada biz varıq. Ondan sonra görək kim olacaq. Yəni, neysə.